1936-cı ildə Almaniyada Berlində keçirilmiş yay olimpiya oyunlarında iştirak edən Dora Ratşin adında qadın idmançının sonradan kişi Herman Ratşin olduğu ortalığa çıxdı. Sonradan bu qadının nəticəsi ləğv olundu. Digər olimpiya oyunlarında da belə hadisələr baş versə də bu idmançıların cinsiyyətinin təsdiqlənməsi mümkün olmadı. Beləliklə, bəzi insanlar var ki, xarici görkəminə görə kişi olsa da qadınlara çox bənzəyir. Bu, hormonlarla bağlı ola bilər. Belə ki, qadın estrogen hormonu cinsiyyətin xarici görkəminə çox böyük təsir edir. Hətta milliqramlarla olsa belə bu cinsiyyətin fərqli əlamətlər ortalığa çıxmasına gətirib çıxarır. Belə ki, əks cinsin, yəni kişi cinsinin hormonu olan testosteronla estrogen hormonunun cəmi bir karbon fərqi vardır. Estrogen hormonunda 18, testosteronda isə 19 karbon mövcuddur. Bir karbonun fərqi insanda xarici görkəmdə çox böyük təsirə malikdir. Estrogen hormonunun kişi cinsindən qəbulu, onda saçların uzanması və s. qadın cinsi əlamətlərin meydana çıxmasına gətirib çıxarır. Bu hormonu həmçinin bitkilərin və heyvanların tez böyüməsində və inkişafında tətbiq olunur. Beləliklə, hormonlu qidalarla qidalanmaq insanın da xarici görkəminə təsir edə bilər. Maraqlı məlumatların davamı üçün kanala abunə olub videonu bəyənməyi unutmayın.